Bir də bu üstünlük məsələsi. Bir, yerdə işləyirsiniz. Sizin müdürünüz var, elə deyilmi? Siz demirsiniz ki, biz bərabərik. Yox, mükafatları o paylayır. O sizdən üstündür. Onun üstünlüyünü rus demişkən asporit eləmək istəyən işçi olanda, o dəqiqə onu xalçanın üstünə çağırır, məsələni həll edir. Ya sən burada işləyəcəksən, ya sən burada işləməyəcəksən. İkincisi olamaz. Çünki idarə etmə pozula bilər həmən. Gəmidə üsyan çıxsa, həmən idarə etmə pozula bilər. Ona görə kapitanlara gəmilərdə izin verirlər, yerindəcə məhkəmə qursun. Assın ya güllələsin üsyankarı. Yerindəcə. Bilirsiniz, gəmidə üsyan nə deməkdir? Çünki gəmi dövlətin içində deyil, uzaq okeanın ortasındadır, polis yoxdur, dövlət köməyi yoxdur. Orada kapitanın imkanı var ki, güllələsin də kimsə. Həmən yerindəcə. Çünki kapitan öz üstünlüyünü mütləq bərpa eləməlidir. Orada dövlət başçısıdır. Bu olmasa o gəmi bata bilər. Ailədə də mütləq, əgər orada bir qrup insan varsa, dövlət başçısı olmalıdır, mütləq. Və o, şübhəsiz olaraq tək birisi olacaq. Onun qadın olması doğru deyil, uşaqların tərbiyəsi doğru getməyəcək. Qızın tərbiyəsi doğru getməyəcək, oğlan tərbiyəsi doğru getməyəcək. Oğlan o dəqiqə başlayacaq anasını oxşamağa, qız da kişiləşməyə başlayacaq tərbiyə olaraq. Model pozulacaq. Hə, bəli. Model pozulacaq və bu model okey deyərsiniz ki, pozulsun da, qoyub indi belə olsun. Bu vaxtda kimi belə olub, indi belə olsun. Məsələ burasında ki, təbiət dəstəklənməyəcək, matriça dəstəklənməyəcək bunu. Siz məsəl üçün bir platoya bir şeyi gətirib yapışdıranda, ya bir proqramı qoyanda mütləq baxırsınız ki, bu proqramın matritsası bunu daşıya bilər, yoxsa yox, bunu yazıram bunun üstünə. Sizin yazdığınız software uyğun gəlməyəcək o hardware-ə. Uyğun gəlməyəcək, onu itələyəcək. Ona görə də gərək qadının matritsasına uyğun proqram yazılsın, əxlaqi proqram. Kişinin də matritsasına uyğun əxlaqi proqram yazılsın. Onda sizin kişiləriniz fədakar olmayacaqlar, sizdən ötürü ölməyəcəklər və sizi elektrikləndirməyəcəklər, etkiləndirməyəcəklər. Siz etkilənməyəcəksiniz kişilərinizdən, iş buna gəlib çıxacaq. Nəyinə, o eybəcərin nəyinə? Qız istənilən halda cazibə mənbəyidir, çünki qız gözəldir. Amma kişilər özünə inamsız olacaqlar. Onları siz artıq lider kimi yetişdirməyəcəksinizsə, onlar impotentləşəcəklər. Bu proses gedəcək. Ona görə bu olmasın deyə biz təbiətimizin üzərində fəlsəfə qursaq daha doğru olar deyirəm. O fəlsəfə də min illərlə qurulubdur. Evin bir müdürü olar. Üstünlük o dərəcə.